Bismillahirrahmanirrahim. Həyatda hər bir cihazın, hər bir maşının bir istifadə kitabçası var. O qaydalara əməl etməsən, cihaz xarab olar, yanar, sıradan çıxar. Bəs insan, bu mürəkkəb ruhun, bu həssas qəlbin istifadə qaydası nədir? Niyə bugün insanlar bu qədər gərgindir? Niyə süfrələrimiz dolu, amma gözümüz acdır? Niyə dilimiz qılıncdan daha kəskindir? Çünki biz Yaradanın qoyduğu təhlükəsizlik qaydalarını pozuruq. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm və İmam Əli əleyhissalam bizə elə qızıl qaydalar qoyublar ki, kim bunlara əməl etsə, dünya onun üçün cənnət bağçasına dönər. Bugün sizə sadəcə nəsihət verməyəcəyəm. Tarixin ən qızğın döyüş meydanında qılıncın boğaza dayandığı o saniyədə İmam Əlinin əleyhissalam niyə durduğunu və qılıncını endirdiyini danışacağam. Lənət oxuduğu üçün Peyğəmbər karvanından qovulan dəvənin hekayəsini eşidəcəksiniz və başına zibil atılan böyük sərkərdənin o zibili atan adam üçün necə dua etdiyini görəcəksiniz. Qəzəb insanın içindəki vulkandır. O püskürəndə ağıl susar, göz kör olar. Hamımız deyirik, əsəbləşdim, özümü saxlaya bilmədim, söydüm, vurdum. Amma gəlin görək, həqiqi güc nədir? Xəndək döyüşü, İslamın ən çətin günləri. Müsəlmanların qarşısına ərəblərin ən qorxulu döyüşçüsü, nəhəng cüssəli Əmr ibn Əbd Üvəd çıxdı. Heç kim onun qabağına çıxmağa cürət etmirdi. Yalnız gənc İmam Əli əleyhissalam irəli çıxdı. Təsəvvür edin, toz duman içində şiddətli bir döyüş başladı. Qılınc səsləri səmanı bürüdü. Nəhayət İmam Əli əleyhissalam bir fəndlə o nəhəng döyüşçünü yerə yıxdı. Əli əleyhissalam onun sinəsinin üstünə çıxdı. Zülfüqarı qaldırdı. İşini bitirmək, başını kəsmək üzrə idi. Qələbə anı idi. Məhz o an ölüm qorxusu və nifrət içində olan Əmr ibn Əbdüvəd son çarə kimi İmam Əlinin mübarək üzünə tüpürdü. Hər kəs gözləyirdi ki, Əli əleyhissalam bu təhqirdən sonra daha da qəzəblənəcək və dərhal onun başını kəsəcək. Amma möcüzə baş verdi. İmam Əli əleyhissalam qəfil durdu, qılıncını endirdi, düşmənin sinəsindən düşdü və bir neçə addım geri çəkilib sakitcə gəzməyə başladı. Hamı şokdaydı. Düşmən yerdə çaşqın halda baxırdı. Bir neçə dəqiqə sonra İmam Əli əleyhissalam yenidən gəldi və işini bitirdi. Döyüşdən sonra ondan soruşdular. Ya Əli, o sənə tüpürəndə niyə onu öldürmədin, niyə geri çəkildin? İmam Əli əleyhissalam tarixə qızıl hərflərlə yazılacaq o cavabı verdi. Mən onu ilk yıxanda Allah üçün öldürəcəkdim. Niyyətim təmiz idi. Amma o mənim üzümə tüpürəndə qanım coşdu, nəfsim qəzəbləndi. Əgər o an onu öldürsəydim, bu Allah üçün yox, öz nəfsimin intiqamı üçün olacaqdı. Ona görə geri çəkildim. Qəzəbim soyudu, nəfsim sakitləşdi. Sonra gəldim və yalnız Allah üçün onun işini bitirdim. Sübhanallah. Əziz qardaşım, sən evdə uşağına qışqıranda, yolda sürücünü söyəndə, sən Allah üçünmü edirsən, yoxsa nəfsin üçün? Güclü insan yıxan deyil, qəzəb anında özünü saxlayandı. İkinci qızıl qayda, yemək mədəniyyəti. Səhih Müslimdə keçən bu heyrətamiz hadisəyə diqqət edin. Peyğəmbərimizin evinə qonaq kimi bir kafir gəldi. Peyğəmbərimiz ona bir keçi südü ikram etdi. Adam içdi, doymadı. İkinci keçini sağdılar. İçdi, doymadı. Üçüncü, dördüncü. Adam düz 7 keçinin südünü içdi və ancaq doydum dedi. Hamı təəccüb içindəydi. Səhərsi gün həmin adam İslamı qəbul etdi. Müsəlman oldu. Səhər yeməyində Peyğəmbərimiz yenə ona süd ikram etdi. Adam bir keçinin südünü içdi və dedi, doydum ya Rəsulallah, daha istəmirəm. Səhabələr şokdaydılar. Ya Rəsulallah, dünən 7 qab içən adam bugün necə bir qabla doydu? Peyğəmbərimiz buyurdu, mömin bir bağırsaqla yeyər, yəni qənaətlə, ehtiyacı qədər. Kafir isə 7 bağırsaqla yeyər, yəni tamahla, həvəslə. Yemək sənin mədənə yox, ruhuna təsir edir.
Bismillahsız yeyilən yeməkdə bərəkət olmaz. İnsan yedikcə acıxar. Mömin isə doymadan süfrədən qalxar. Boğulana qədər yemək qəlbi öldürər, zehni kütləşdirər, ibadətə tənbəllik gətirər. Süfrədən qalxanda biraz da yeyə bilərdim deyirsənsə, deməli sən qalib gəldin. Üçüncü qayda. Dilin bəlası, söyüş və lənət. Çox vaxt əsəbləşəndə Allah sənə lənət eləsin, zibilə düşəsən, cəhənnəmə gedəsən deyirik. Hətta cansız əşyalara, maşına, telefona, heyvana lənət oxuyuruq. Gəlin görək bunun aqibəti nədir? Peyğəmbərimizlə bir səfərdə idilər. Ənsardan bir qadın dəvənin üstündə idi. Yol çətin idi. Dəvə inatkarlıq etdi, yerimədi. Qadın əsəbləşdi və dəvəyə dedi: "Yeri get, Allah sənə lənət eləsin." Peyğəmbərimiz bu sözü eşitdi, dərhal dayandı və çox kəskin bir əmr verdi. O dəvənin üstündəkiləri, yəni yükü, aşağı endirin və dəvəni sərbəst buraxın. O bizimlə yol gedə bilməz. Səhabələr təəccüblə soruşdular: "Niyə ya Rəsulallah?" Peyğəmbərimiz buyurdu: "Çünki o lənətlənmişdir. Lənətlənmiş bir şeyin və ya lənət oxuyan bir insanın olduğu karvanda mələklər olmaz və bizimlə yol gedə bilməz." Daha sonra Peyğəmbərimiz çox ağır bir xəbərdarlıq etdi. Qiyamət günü lənət oxuyanlar, yəni söyüş söyənlər, nə şəfaətçi ola biləcəklər və nə də şahid. Sübhanallah! Sən övladına, maşınına, evinə lənət oxuyursan, bil ki, o lənət bumerang kimi dönüb sənin öz evinin bərəkətini qaçırır. Lənət oxuyan dil dua edə bilməz, duası qəbul olmaz. Əsəbləşəndə Allah islah etsin, Allah hidayət etsindir. Söyüş söymək möminin dili deyil, iblisin dilidir. Dördüncü qayda. Eqona əzmək və sənə pislik edənə yaxşılıq etmək. Bu çox çətindir, amma bunu edən insanların qəlbini fəth edər. Gəlin İmam Əlinin ordusunun baş komandanı Məlik Əl-Əşdərin hekayəsinə baxaq. Məlik Əl-Əşdər çox heybətli, çox güclü, amma çox sadə geyinən bir sərkərdəndi. Bir gün Küfə bazarından keçirdi. Paltarı sadə, köhnə idi. Orada oturan bir adam Məlikin kim olduğunu bilmədən ona lağ etmək istədi. Əlindəki çürük tərəvəzi və ya palçığı götürüb Məlikin üstünə atdı və arxasınca güldü. Ətrafdakılar donub qaldılar. "Sən nə etdin? O Məlik Əl-Əşdərdir, başını kəstirə bilər," dedilər. Adam qorxudan titrəməyə başladı. Qaçıb gizlənmək istədi, amma Məlik nə etdi? O üstünü təmizlədi, heç nə demədi və birbaşa məscidə girdi. Namaza başladı. Adam maraqla onun arxasınca getdi. "Görəsən mənim ölümümü əmr edəcək?" Məlik namazını bitirdi. Adam qorxa-qorxa yaxınlaşdı və dedi: "Ya əmir, mən səni tanımadım, səhv etdim, məni bağışla." Məlik gülümsədi və dedi: "Qorxma qardaşım, mən bu məscidə niyə girdim bilirsənmi? Sırf sənin üçün. Allaha dua etdim ki, səni bağışlasın və sənə hidayət versin." Adam olduğu yerdə dondu. Təhqir etdiyi adam onun üçün dua edirdi. Əziz dostum, sənə pislik edənə, səni incidənə cavab vermək asandır. Hünər, onun üçün dua edə bilməkdir. Bax, həqiqi böyüklük budur. Əgər kimsə səni əsəbləşdirsə, Məlik kimi de: "Allahım, onu bağışla, o bilmir." Bu sənin qəlbini kin yükündən azad edər. Beşinci və sonuncu qayda. Gözləri qorumaq. Çünki qəzəb də, şəhvət də, tamah da hamısı gözdən başlayır. Göz qəlbin pəncərəsidir. Pəncərədən zibil girsə, otaq, yəni qəlb kirlənər. Peyğəmbərimizlə həcc ziyarətində idilər. Peyğəmbərin tərkində, yəni dəvəsində, əmisi oğlu gənc və yaraşıqlı Əl-Fədl ibn Abbas vardı. Yolda gözəl bir qadın Peyğəmbərə sual verməyə gəldi. Gənc Fədil qadının gözəlliyinə daldı. Gözünü çəkə bilmədi, baxmağa başladı. Peyğəmbərimiz bunu hiss etdi. O Fədilə qışqırmadı, onu hamının yanında biyabır etmədi, çox zərif bir hərəkət etdi. Mübarək əlini uzatdı, Fədilin çənəsindən tutdu və onun üzünü yavaşca digər tərəfə çevirdi. Yəni, baxma, gözünü qoru, dedi. Sonra buyurdu: "Gözlər şeytanın zəhərli oxlarından bir oxdur. Kim Allah qorxusuyla gözünü haramdan çəkərsə, Allah onun qəlbinə elə bir iman dadı verər ki, onun ləzzətini hiss edər." Dostum,
telefonda, küçədə, televizorda, qarşına çıxan hər haram mənzərə şeytanın oxudur. O ox qəlbinə dəyməsin. Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləmin fədlin üzünü çevirdiyi kimi sən də öz üzünü çevir. Deyirlər ki, gözünü qoruyan qəzəbini də qoruyar. İndi gəl bu 5 qızıl qaydanı ruhumuza yazaq. Gözlərini yum. Qəzəb anında İmam Əlini xatırla. Allah üçün sus, qəzəbini ud. Süfrə başında mən 7 bağırsaqlı deyiləmdi. Yüngül ye, yüngül qalx. Dilinə kilit vur. O lənətlənmiş dəvəni xatırla. Dilindən lənət yox, dua tökülsün. Sənə pislik edənə dua et. Malik Əl-Əşdər kimi səni təhqir edənə belə Allah səni bağışlasın de. Gözünü qoru. Hər haramdan üzünü çevir ki, qəlbin imanla dolsun. Allah bizi bu əxlaqla bəzəsin. Əgər bu video sənin ruhuna toxundusa, bəyən düyməsinə bas. Kanalımıza abunə ol. Və rəy bölməsində bugün nəfsinə söz vermək üçün bunu yaz. Allahım, məni gözəl əxlaqla zinətləndir. Süfrəniz halal, diliniz şirin, qəlbiniz səlim olsun. Hələlik. Allah amanında.